Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Azərbaycan xalqının, millətinin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablara hər bir cəhətdən şəhəti olduğu kimi, mən də bir vətəndaş olaraq müraciətimi bildirmişdim ki, görüş istəmişdim, 2 dəfə müraciət etmişdim. Çox təəssüflər olsun, alınmadı. Amma vətəndaşlarımız uşaq pulu ilə şikayət edirsə, mən də yenə də Azərbaycan vətəndaşı olaraq Azərbaycan Respublikasının, yəni prezidenti İlham Əliyev cənablarına ümid qapısı olaraq müraciətimi bildirirəm ki, hər kəs necə müraciət edir. Mən də vətəndaş mövqeyim əsasında, yəni heç kəsə qəsdi qərəzli niyyətində yox, sadəcə öz fikrimi vətəndaş olaraq bildirmək istəyirəm. Sumqayıtdan Bakıdan Lənkərana, Astarıya kimi bu dəniz qıraqlarının azadlığı xalqıma, millətimə verilməyini istəyirəm. Yəni, dənizdən kənara nə obyekt var, nə otellər var, qarışmıram onlara. Yəni, nə də kimsə, yəni, tanır görsətməsin, qəsdi qərəzliyim yoxdur, yəni, olmaz da. Sadəcə bir vətəndaş olaraq xalqın, millətin ən yaralı qəlbi dənizin ətrafı, yəni, azadlığını istəyirlər, bir sözlə. Mən istərdim ki, yəni necə sahilinin bulvarda azadlıq, qəşəng park, gözəl, sərbəst insanların gəzmə azadlığı var. Bütün bu dənizin də qıraqlarında, o cümlədən demək olar ki, şərait qurulsun necə? Yəni betondan verilirsə, nəsə bir nə təkər üzərindən, ya vətəndaşlar özləri ilə xalça gətirsin, çadır gətirsin, sərbəst qursun, gəzsin. Yəni, vətəndaşlar öz istədiyi kimi o dənizdən həm istifadə etsin, yay və ərəfələrində, yay mövsümdə dənizə daxil olsun, dənizdə yüyünsün və dənizin qırağına çıxıb və səhərə kimi öz istirahətini. Təbii ki, mühafizə sistemi nəzarətində də, yəni dövlətin kamera, dəniz qırağında belə deyək, daxili mühafizə sisteminin uzaq nəzarətində heç bu təbii normal. Amma dənizin qıraqlarının boşaldılmasını xahiş edirəm. Yəni, bir insan kimi, kimsə xahiş edirəm, mənim sözümü yanlış anlamasın, yanlış yönə də dartmasın, bunu artıq dərəcədə xahiş edirəm. Sadəcə öz fikrimi bildirirəm ki, insanların aqressiyasını, insanların fikrini, insanların düşüncəsi, insanların öz içində rahatlıq tapması üçün deyirəm. Bu, həm də dövlət başçımızın yüksək səviyyədə, yüksək zirvələrdə olduğu üçün daha da yüksək zirvələrə qalxmış kimi olur. Yəni, insanların daha da sevinməsi, etibarı, güvəni, arxa dayağı, öz, yəni, belə deyək, sevimli hər bir vətəndaş da dövlət başçısının şəklinin evində sevimli kimi, dəyərli kimi necə dəyər verirlər, o cümlədən də yenə. Məsəl üçün, Cənubi Azərbaycanda Xumeyni şəklinin bütün evlərdə vardı. Məsələn, əksəriyyətində vardı. Nəyə ki? Çünki o sistemi qurmuşdu, oranın özünü o xalqa, yəni hansı formalar olur olsun, amma o xalq onu bugün də dünyanın o başındadır. Mən də istərdim necə ki, Ulu Heydər Əliyevin şəklin, tariximizin, liderimizin, Tanrının bizə göndərdiyi bir bu xalqa yazığı gəldiyi üçün, bu millətin bəladan qurtarması üçün Ulu Heydər Əliyev, yəni Tanrıdan ona səmada ruhu şad olsun. Bax, elə bir bu millətə yazığı gəldiyi üçün gözəl bir lider göndərmiş ki, dünyada analogu olmayan. Yəni, mən belə deyərdim, Tanrının rəsulu idi, elçisi idi. Yenə də deyirəm, Azərbaycan Respublikasının dövlət başçılığını da sevirlər və daha da yüksək zirvələrdə tutması üçün, daha da yəni, məhəbbət insanlarda yaranması üçün bu dəniz qırağın azadlığı olsa daha da, yəni bu insanlarda sərbəstlik, sevinç, daha da özlərinə arxa dayaq biləcəklər. Onun üçün müraciət edirəm xalqım, millətimin belə deyə adından ki, dənizin qıraqlarında insanlar üçün, insanlar özləri istədiyi kimi, yəni çadırın qursun, xalçasını qursun,
Yəni dənizi pula çevirməsinlər. Dəniz bu bütün canlılarındır. Dəniz bu xalqın, bu millətindir. Bu göl istirahətdir. Yəni bu insanların başqa gedəcəyi yeri yoxdur. Yəni belə deyək, hər bir insanda bu 10 milyon insan 10 milyonda zəngin olası deyil ki, gedib xaricdə istirahət edə. Açana kimi. Yəni bu şərait burada varsa, özləri təbii ki var. Çadır da qura bilirsən, amma da elə şeylər var, istəmirəm. Yəni bir xahiş edirəm, heç kim də yanlış anlamasın və başqa yerə də yönəltməsin. Mənim fikrim, məqsədim ondan ibarətdir ki, insanlar dəniz qırağında istirahətini gözəl etsin. Yəni istədiyi kimi çadırın qursun, istədiyi kimi dənizə daxil oldu, çıxandan sonra sərbəst uzanıb istirahətini etsin və öz çadırı olsun və yaxud da dövlət səviyyəsində pulsuz belə deyək, təkər üzərindəmi, betondanmı belə olsun. Yəni dənizin qırağını biznesə çevirmək olmaz. Mənim fikrim nə üçündür? Bu millətin daha da güvənin qazanmaq üçün deyirəm. Bu sizin xeyrinizdir, sizin üçün deyirəm. Mən dənizə gələn deyiləm. Təsadüf hallarda belə, nə bilim, neçə ildən bir yolum düşər. O da qismət Tanrıdan. Görürsünüz, mən də burada dənizin içərisindəyəm.